Şəhid övladlarının iştirakı ilə artıq ikinci ildir keçirilən Yaşad düşərgəsinin 4-cü həftəsi start götürüb. Yeni həftənin ilk günü maraqlı anlarla yadda qalıb. Düşərgədə 4-cü həftənin birinci günü. Mələk balaların yay düşərgəsindəki ilk günü tanışlıqdan başladı. Tanışlıq zamanı qəhrəman övladlarından birinin doğum günü olduğu məlum oldu. Digər uşaqlar və düşərgənin təlimçiləri onu təbrik etdilər. Bugün mənim ad günümdür və çox gözəl, səmərəli, motivasiyam da yüksəldi. Xoşda gəldi, sənin üçün tort da kəsdilər burada. Çox sağ olsunlar, minnətdarım. İlk günün proqramı düşərgə iştirakçılarına əyləncəli anlar yaşatdı. Gün boyu təşkil olunan oyunlar və təlimlər yalnız əyləncəli deyil, həm də interaktiv xarakter daşıyırdı. Bu düşərgədə uşaqlarımızın idmana daha çox marağı olduğundan bu həftə daha çox idmanla bağlı olan qonaqlarımız olacaq. Cüdo üzrə millimizin qonaqları olacaq, karatedən qonaqlarımız olacaq. Dünya və Avropa çempionları bizimlə bərabər olacaq. Eyni zamanda uşaqların robot texnikaya və dronlara həvəsi olduğundan onlar üçün bir təlimlər keçiriləcək. Yaşad yay düşərgəsinin bu həftəsində paytaxt daxil olmaqla digər şəhər və rayonlardan gələn yeniyetmələr iştirak edirlər. Ümumilikdə isə qarşıdakı günlərdə düşərgədə 12-14 yaş arası 31 uşaq qonaq olacaq. Rauf Məmmədov, Elşad Heydərov, Xavər Zayrova, AzTV xəbər.